Xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Nativan Camanzadə, kurikulum üzrə təlimçi. Hər birinizi salamlayıram. Bugün əla bir sınağın izahını verəcəm və izaha başlamamışdan əvvəl onu qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq hər gün paylaşılan mövzu izahlarından, sınaq izahlarından xəbərdar ola bilərsiniz və onu da nəzərinizə çatdırım ki, müəllimlər, bizim aprel ayından sınaq qrupumuz fəaliyyətə başlayacaq. Sınaq qrupumuz çox əla bir sınaq qrupu olacaq. Bu zaman siz situasiya tipli testlər, əsas bilirsiniz ki, imtahanda situasiya düşür. Həmçinin kurikuluma aid model suallar, son 4-5 ilin MİQ və sertifikasiya imtahanda istifadə olmuş bütün suallar və o suala uyğun olaraq sual tipləri işləyəcəksiniz. Bununla yanaşı heç bir təlimçinin istifadə etmədiyi suallar görəcəksiniz ki, hansı ki bu sualları mən özüm tərtib edirəm. Xüsusi öz müdavimlərim üçün yazdığım suallardır ki, bunlar da sırf imtahan tipli suallardır. Keçən il bizim sınaq qrupumuza qoşulan müəllimlərin nəticəsi 80-90% olmuşdu. Və onu da qeyd edim ki, siz bu sınaq qrupuna qoşulmaqla yalnız sınaq işləməyəcəksiniz. Həmçinin də bu sınaqların izahını dinləyəcəksiniz və bu izah da sizdə çox sınaq işlədikcə situasiya yanaşma bacarığı formalaşdıracaq, təhlil etmə bacarığı formalaşdıracaq. Sınaqların izahını dinlədikcə həmçinin mövzu izahlarını daha yaxşı mənimsəmiş olacaqsınız və ən əsası bir dəfə ödəniş ödəməklə bu sınaq qrupuna qoşulacaqsınız. Yalnız bir dəfə ödəniş ödəməklə siz bizim sınaq qrupumuza qoşula bilərsiniz. MİQ müəllimləri 25 manat, sertifikasiya müəllimləri isə 20 manat ödəməklə bizim sınaq qrupumuza qoşula bilərlər. Sınaq qrupumuza qoşulmaq üçün ekranda gördüyünüz 050 837 03 05. Həmçinin siz bizim sınaq qrupumuza qoşulduqdan sonra bizim ümumi qruplarımızla, dərs qruplarımızla təkrar olarkən, təkrara başlayanda linki atacağım. Siz də dinləyici kimi həmin dərslərə qoşulacaqsınız. Yalnız bir dəfə ödəniş ödəməklə biz sizin üçün bu şəraiti yaradırıq. İndi başlayaq sualın izahına. Deyir, sinifdə oxu bacarıqları fərqli səviyyədə olan şagirdlər var. Əla, deməli bilirik ki, bir sinifdə təbii ki, oxu bacarığı, qavraması, öyrənmə tərzi şagirdlərin fərqlidir. Oxu bacarıqları fərqli səviyyədə olan şagirdlər var. Müəllim hamıya eyni mətn üzrə tapşırıq verir. Müəllim artıq burada yanlışa yol verdi. Çünki eyni mətn üzrə tapşırıq vermək olmaz. Bəzi şagirdlər tapşırığı tez və rahat yerinə yetirsə də, digərləri mətni anlamaqda çətinlik çəkir, dərsdə geri qalır və passivləşir. Zamanla bu şagirdlər dərsdə iştirak etməkdən çəkinməyə başlayırlar. Bu problemli vəziyyəti aradan qaldırmaq üçün müəllim sinifdə hansı addımı atsa daha uyğun olar. A bəndində qeyd olunur. Müəllim bütün şagirdlər üçün tapşırığın izahını bir daha təkrar etməli və daha çox vaxt verməlidir. Baxın, müəllim fərqli səviyyədə olan şagirdlərə eyni tapşırıq verir. Və bu təbii ki yanlışdır. Bu elə biz diferensial təlim deyəndə keçəndə diferensiallığın məzmun hissəsində demişəm ki, tapşırıqlar taksonomiyanın mərhələlərinə uyğun olmalıdır. Həm aşağı təfəkkürü dəstəkləyən, həm yuxarı təfəkkürü dəstəkləyən. Müəllim hamıya eyni mətn verir, eyni tapşırıq verir. Təbii ki burada səviyyələri nəzərə almayıbdır. Yəni müəllim tapşırığı niyə bir daha təkrar etsin və daha çox vaxt versin? Demir ki, müəllim düşünmə vaxtı verməyib deyə şagirdlər eləyə bilmir. Hamıya eyni mətni verib, bəzi şagirdlər də mətni qavraya bilmir, anlaya bilmir. Ona görə bu yanlışdır. A bəndi getdi. Müəllim çətinlik çəkən şagirdlərə evdə əlavə məşq tapşırıqları verərək geridə qalmalarının qarşısını almağa çalışmalıdır. Baxın müəllimlər, bu şagird mətni anlamağa çətinlik çəkir. Çünki bunun səviyyəsində olan tapşırıq deyil. Mən evdə o qədər bu tapşırıqdan verim ki, bu onsuz da sinifdə bunu həll eləyə bilməyibdir. Bu da getdi. Müəllim oxu bacarığı yüksək olan şagirdləri əsas götürərək dərsin tempini qoruyub saxlamalıdır. Baxın, oxu bacarığı yüksək olan şagirdləri əsas götürürəmsə, bəs oxu bacarığı aşağı olan şagirdlər necə olsun? Onlar dərsdən kənarlaşsın. Bu da getdi. Müəllim çətinlik çəkən şagirdlərə ayrıca izah verərək, onları dərsdən kənarda fərdi şəkildə dəstəkləməlidir. Baxın müəllimlər, müəllim axı biri var ki, sən müxtəlif səviyyədə tapşırıq verəsən və bu zamanda şagird bunu da eləyə bilməyək. Sən bundan bəli izah verməlisən. Amma sən axı orada yanlışa yol vermirsən ki, sən hamıya eyni mətn vermirsən. İndi bunu da bir də yenidən izah et. Yəni bunun fərdi məşğul ol. Müəllimin bu dərəcədə vaxtı da yoxdur axı. Getdi bəndə. Müəllim mətni müxtəlif çətinlik səviyyəsində təqdim etməlidir. Bəli, müxtəlif çətinlik səviyyəsində. Amma müəllim görürsünüz hamıya eyni mətn veribdir.
tapşırıqları fərqli yollarla yerinə yetirməyə imkan yaratmalıdır. Əlbəttə ki, müxtəlif çətinlik səviyyəsində suallar verməlidir, tapşırıqlar verməlidir və tapşırıqları da fərqli yolla yerinə yetirməyə şərait yaratmalıdır. Şagird yönümlü təlimi, şagird mərkəzlidir də bizdə təlim. Bu nəzərə alınmalıdır ki, yəni şagirdlər müxtəlif yolla tapşırığı yerinə yetirməlidir. Doğru cavab Y bəndi. Növbəti ikinci suala baxaq. İkinci sualda qeyd olunur ki, aşağıdakı addımlardan hansının atılması 21-ci əsr bacarıqlarının şagirdə formalaşmasına xidmət etmir deyir. Xidmət etmir. Təlim prosesində problem və layihə əsaslı təlim modellərdən istifadə edərək şagirdlərin əməkdaşlıq və qərar vermə bacarıqlarını inkişaf etdirmək. Baxın, problem əsaslı öyrənmə, layihə əsaslı, oyun əsaslı, sorğu əsaslı, bunlar hamısı şagird mərkəzli təlim modelidir. Və bu da şagirdlərin əməkdaşlığını, ünsiyyətini, müzakirə qabiliyyəti, qərar vermə bacarıqları, bunları həqiqətən də inkişaf elətdirir. Və əməkdaşlıq, qərar vermə də 21-ci əsr bacarığıdır. A bəndi getdi, doğrudur. Tapşırıqları dərsin əsas məzmunu çərçivəsində planlaşdırıb, sinif üzrə müvafiq ardıcıllıq və templə icrasına nəzarət etmək. Baxın, dərsin məzmunu, dərsi bir çərçivəyə salırıq və müəyyən də templə gedirik. Amma şagird mərkəzli təlimdə nədir? Şagirdin sərbəstliyi olmalıdır, marağı, potensialı. Mən bu tempdən çıxmıramsa, mən burada yanlışa yol verirəm. Burada şagirddə hansı 21-ci əsr bacarığı formalaşdıra bilərəm ki, mən o dərsi çərçivə içərisində keçirəmsə? Ona görə yanlış olan B bəndidir. Rəqəmsal vasitələrdən istifadə edərək şagirdlərin məlumat toplama, emal etmə və təqdim etmə bacarıqlarını inkişaf etdirmək. Elə rəqəmsal vasitələrdən istifadə özü 21-ci əsr bacarığıdır. Getdi. Metakognitiv bacarıqların formalaşdırılması üçün şagirdlərin öyrənmə prosesinə dair öz fəaliyyətlərini, qiymətləndirmələrini və refleksiya aparmalarını tapşırmaq. Həqiqətən də metakognitiv bacarıq şagirdlərin özünü qiymətləndirməsi, özünü monitoringi, özünü refleksiya etməsi, bu kimi bacarıqlar formalaşdırılır ki, elə metakognitiv bacarıq 21-ci əsr bacarığıdır. Tapşırıqları real həyat kontekstinə uyğun quraraq şagirdlərin bilikləri praktik vəziyyətlərdə tətbiq etməsinə şərait yaratmaq. Baxın, biz deyirik ki, dərsdə fən üstü inteqrasiya etməliyik, real həyat kontekstinə uyğun olaraq. Həm də kurikulum bizə deyir ki, mən həmişə öz müdavimlərimə deyirəm, minimum bilik, maksimum bacarıq. Yəni, biz biliklərimizi praktik cəhətdən tətbiq etməyə, deməli, şagirdləri praktik cəhətdən tətbiq etməyə şövq etməliyik ki, təşviq etməliyik ki, onlar praktikaya üstünlük versin. Ona görə kurikulum deyir ki, minimum bilik, maksimum bacarıq. Çünki artıq tapşırıqlar, situasiyalar, testlər, kitablar elə tərtib olunur ki, yəni praktik bacarığa daha çox üstünlük verilir ki, bu da 21-ci əsr bacarığıdır. Doğru cavab ikinci sualda B bəndi. Növbəti üçüncü suala baxaq. Üçüncü sual cədvəl sualıdır və qeyd olunur ki, cədvələ əsasən uyğunluğu müəyyən edin. Baxırıq, deyir ki, debat üsulunun əsas üstünlüyü şagirdlərin uzun müddətli layihə üzərində işləyərək problemin mərhələli şəkildə araşdırılması, məhsul hazırlayıb nəticəni real auditoriyaya təqdim etməsidir. Yanlış. Bu həqiqətən də yanlışdır. Debat odur ki, debat bir müzakirədir. Yəni, iki qrupa bölünür, bir tərəf təsdiq fikir deyil, bir tərəf təqzib fikir deyil. Burada qeyd edilən debat yox. Bu, layihə əsaslı öyrənmədir. Layihə əsaslı öyrənmədə şagirdlər bir problemi götürürlər, bunu araşdırırlar. Bu uzun müddətli olur. Bir həftə ola bilər, 3 ay ola bilər, bir yarım il ola bilər, 1 il ola bilər. Bu layihənin araşdırılması. Və sonda da layihə işinin digər təlim modellərindən fərqli odur ki, sən sonda bir əlində məhsul olmalıdır. Bir bu araşdırdığın, nəticəyə gəldiyin şeyin təqdimatını etməlisən. Bu qrafik ola bilər, video rolik ola bilər. Nəsə bir təqdimatın olmalıdır, bir məhsulun olmalıdır. Bu da debata aid deyil, axı bu layihə əsaslı öyrənməyə aiddir. Yanlış fikirdir, yanlışa da yanlış yazıb uyğunluqdur, biri götürürük. Canva-dan istifadənin əsas üstünlüyü müəllimin bu dərs materialını əvvəlcədən hazır şablonlar üzərində təqdim etdiyinə görə şagirdlərin yaradıcı düşünməsinə və fərdi yanaşma nümayiş etdirməsinə ehtiyac qalmır. Bu da təlim prosesinin daha idarə olunan edir. Baxın, Canva bir proqramdır. Yəni, burada müəyyən posterlər hazırlamaq olur. Bu da deyir ki, bunu hazırlayırsan bu şablonları, şagirdin yaradıcı düşünməsinə, fərdi yanaşmasına ehtiyac olmursa, bu dərs necə idarə olunan olsun, bu dərs necə yaxşı olsun. Yəni, biz deyirik ki, şagirdlərdə yaradıcı təfəkkür, tənqidi təfəkkür formalaşdırmalıyıq, şagirdlərin müxtəlifliyi nəzərə alınmalıdır, fərdi yanaşma olmalıdır. Yəni, biz şagird yaradıcı düşünməsinə mane olursa, biz bunu necə götürə bilərik? Yəni, bu doğru deyil, bu əslində yanlış fikirdir. 2 getdi. 3-ə baxırıq.
Biri götürürük amma. 3-də deyir ki, ziqzaq şagirdlərin mövzunu hissələri üzrə dərindən mənimsəlməsi, bir-birindən öyrənməsini və hər bir şagirdin həm fərdi məsuliyyət, həm də əməkdaşlıq bacarıqlarının inkişaf etdirməsinə şərait yaradan səmərəli təlim üsuludur. Baxın müəllimlər, ziqzaq iş usulu birinci nədir? Birinci bunu yadımıza salaq. Ziqzaq iş usulu böyük mətni qısa müddət ərzində şagirdlərə mənimsəlmək üçün həyata keçirilir. Yəni şagirdlər qruplara bölünür, doğma qrup olur, kənar qrup olur. Yəni indi bu iş usulunu keçəndə oxumusunuz, yəqin ki bilirsiniz. Həqiqətən ziqzaq mövzunun hissələri üzrə. Çünki birinci qrup bir hissəni oxuyur, ikinci qrup bir hissəni oxuyur, üçüncü qrup bir hissəni oxuyur. Yəni mövzunun hissələrini dərindən mənimsəlməsi, bir-birindən öyrənməsi, şagirdin fərdi məsuliyyəti, əməkdaşlıq, qrup işi varsa burada əməkdaşlıq var da. Bu həqiqətən də doğru fikirdir. Doğruya da doğru yazılıb uyğunluqdur. 3-ü də götürürük. 1, 3 bizim sualın doğru cavabı Y bəndi. SWOT analizi şagirdlərin əvvəlki biliklərini qiymətləndirməsinə, öyrənmə zamanı üzləşdikləri çətinlikləri və imkanları müəyyənləşdirərək potensial risklərin dəyərləndirməsinə şərait yaradan reflektiv düşünmə alətidir. Bu doğrudur. SWOT analizi iş üsulunun kim izahına bilmirsə, yeni əlavə olunmuş bir iş usuludur. YouTube kanalımızda bunun çox geniş izahını vermişəm. Dinləyə baxa bilərsiniz. Bu yanlış fikirdir. Daha doğrusu bu doğru fikirdir SWOT-a aid. Amma yanlış yazıldığı üçün uyğunluq deyil. Uyğunluq pozulub 4-də getdi. 1, 3 sualın doğru cavabı. 4-cü suala baxırıq. Müəllim şagirdlərə bir bölgənin iqlim xüsusiyyətləri ilə həmin ərazidə yaşayan canlıların uyğunlaşması haqqında məlumatları araşdırmağı tapşırır. Şagirdlərdən temperatur, yağıntı və relyef şəraitinin bilik və heyvanların yayılmasına necə təsir etdiyini izah etmələrini, bitki və heyvanların daha doğrusu və bu əlaqəni sinifdə şifahi şəkildə təqdim etmələri tələb olunur. Verilmiş tapşırığa əsasən inteqrasiyanı, biliyin və idraki sahəni müəyyən edin. Bu cür situasiyalarda müəllimlər üçlü cavabda baxın 100% nəyi dəqiq bilirsinizsə ondan başlayın. İndi biz baxırıq. Deyir müəllim şagirdlərə bir bölgənin iqlim xüsusiyyəti. İqlimdən söhbət gedirsə burada hansı fəni görə bilirsiniz? Təbii ki coğrafiya. Və həmin ərazidə yaşayan canlıların uyğunlaşması haqqında məlumatları araşdırıb, baxın, canlılar. Daha sonra deyir, şagirddən temperatur, yağıntı, relyef şəraitinin bitki və heyvanların yayılması, bitki və heyvan, canlı, hardadır? Biologiyada. İndi biz coğrafiya ilə biologiya arasında bir inteqrasiya görə bildik, gördük. Yəni 100% tutduq ki, burada fənlər arası inteqrasiya var. Buna 100% əminəm. İndi mən cavablarda fənlər arasından başlayacağım. A getdi, C getdi, Y getdi. İmtihanda da belə eləyin. Vaxtınız çox getməsin deyə. Nəyi dəqiq bilirsən? Biliyi dəqiq bilirsən, başda biliyi tap. Taksonomiyanı dəqiq bildin, başda taksonomiyadan suala yanaş. İndi biz iki fənlər arasında qaldıq. B-də də fənlər arası var, D-də də. İndi baxırıq. Deyir ki, bitki və heyvanların yayılmasına necə təsir etdiyini izah etmələri. İzah etmə hardaydı? Anlamaq mərhələsində. Əlaqələndirmə hardaydı? Konseptual bilikdə. Ona görə doğru cavab B bəndi. Fənlər arası, konseptual və anlamaq. 5-ci sualımıza baxaq. Zəhmət olmasa videonu bəyənək və kanala abunə olaq. Aşağıdakı situasiyalardan hansında müəllim təlimin təşkili zamanı metodik baxımdan yanlışa yol verir? Baxın, bu cür suallar miqədə düşür sertifikasiyada. Müəllimin metodik cəhətdən səhvə yol verdiyi fikir. Müəllim problem əsaslı təlim modelindən istifadə edərək şagirdlərə real həyatla əlaqəli situasiyalar təqdim edir. Real həyat. Onları fərqli həll yolları üzrində düşünməyə yönəldir. Həqiqətən də fərqli, yəni yaradıcı düşünmələrini şərait yaradır və nəticələrini əsaslandırmasını tələb edir. Tənqidi təfəkkür formalaşdırır ki, bu metodik baxımdan düzgündür. Müəllim düzgün yanaşır. A getdi. Müəllim idrak taksonomiyasına uyğun olaraq əvvəl bilik və anlama səviyyəli tapşırıqlar verir. Daha sonra tətbiq və təhlil mərhələsindən keçərək şagirdlərin idraki fəaliyyətini mərhələli şəkildə inkişaf etdirir. Mən idrak taksonomiyasını öz müdavimlərimə keçəndə həmişə deyirəm ki, bu iyerarxik quruluşa malikdir. Həm aşağı təfəkkürü dəstəkləyən, həm də yuxarı təfəkkürü dəstəkləyən suallar verməliyik şagirdlərə. Yəni bunlar bir-biri ilə sıx əlaqəlidir. Anlamasan, xatırlamasan, anlayamazsan, anlamasan, təhlil eləyəməzsən, təhlil eləyəməzsən, tətbiq eləyəməzsən, yəni bir-biri ilə əlaqəlidir. Ona görə deyir ki, idrak taksonomiyasına uyğun olaraq əvvəl bilik və anlama səviyyəli, daha sonra isə yüksək təfəkkürü dəstəkləyən tapşırıqlar verir, bu da doğrudur.
Müəllim metakognitiv bacarıqların formalaşması məqsədi ilə metakognitiv bacarığın dərsin sonunda şagirdlərdən hansı strategiyadan istifadə etdiklərini, nəyin çətin olduğunu və növbəti dəfə necə daha effektiv öyrənə biləcəklərini refleksiya etmələrini istəyir. Metakognitiv bacarıq şagirdin özü haqqında nə çətindir, nə düzgündür, haranı yaxşı mənimsədiyin, harda çətinliyin var, hansı strategiyadan istifadə edib daha yaxşı öyrəndin. Yəni bu cür suallarla refleksiya ediriksə, təbii ki biz metakognitiv bacarıq formalaşdırırıq, C də düzdür. Müəllim dərin bilik səviyyəsi nəzəriyyəsinə əsaslanaraq tapşırıqları dərin bilik səviyyəsi 1-dən, dərin bilik səviyyəsi 3-ə doğru qaldırmağı planlaşdırır və şagirdlərdən cavablarını əsaslandırmalarını tələb edir ki, bu da düppədüz fikirdir. Müəllim burada da səhvə yol verməyib. Niyə bəndinə baxırıq? Müəllim dərsdə əməkdaşlıq və müzakirə strategiyasından istifadə edir. Əla, əməkdaşlıq, müzakirə. Dərs boyu müzakirənin gedişini istiqamətləndirir və şagirdlərin irəli sürdüyü fikirləri əvvəlcədən müəyyən etdiyi nəticəyə uyğunlaşdırmağa çalışır. Baxın, biz fasilitator müəllimdə nə deyirik? Deyirik ki, fasilitator müəllim şagirdləri istiqamətləndirməlidir və şagirdi düzgün səhv cavab versə belə onu səbirlə dinləməlidir. Yəni sən şagirdin sənin beynindən keçən, ürəyindən keçən cavabı vermirsə, onu o saat dayandırmaq olmaz. Qoy şagird fikrini ifadə etsin. Müəllim də deyir, müzakirənin gedişini istiqamətləndirir. Şagirdin irəli sürdüyü, şagird hər hansı bir fikir söyləyirsə, müəllim çalışır ki, əvvəlcədən müəyyən etdiyi nəticəyə, əvvəlcədən özü ki, hansı nəticəni nəzərdə tutub, elə istəyir ki, şagirdi ora yönləndirsin. Bu da yanlışdır axı. Qoy şagird fikrini sərbəst şəkildə desin. Yəni, sərbəst şəkildə sən öz ürəyindən keçəni gözləmə ki, şagird desin. Yanlış olan Y bəndi. Növbəti 6-cı suala baxırıq. 6-cı suala baxaq. 6-cı sualda nə deyir? Deyir ki, məktəbdə keçiriləcək Təbiəti Qoruyaq adlı təqdimat layihəsində siz komanda rəhbərisiniz. Əla. Təbiəti Qoruyaq layihəsidir, komandanın rəhbəri sizsiniz. Komanda yoldaşınız təqdimatda daha çox emosional çağırışlara və musiqi effektinə yer verilməsini təklif edir. Yəni, bu deyir ki, emosional danışaq təqdimat edərkən. Siz isə təqdimatı faktlara, real nümunələrə əsaslanmasının daha inandırıcı olduğunu düşünürsünüz. Siz də deyirsiniz ki, faktlarla, real nümunələrlə təqdim etsək, daha inandırıcı olar ki, nəinki emosional çıxış edib musiqi ilə təqdim etsək. Belə bir vəziyyətdə əməkdaşlıq və effektiv ünsiyyət bacarığını ən yüksək səviyyədə nümayiş etdirən davranış hansı olar? Onun təklifini rədd edər və təqdimatı öz fikrimə uyğun hazırlayaram. Xeyr, bu yanlışdır. Siz qrup işində işləyirsinizsə, bir-birinizin fikirlərinə hörmət etməlisiniz. Hərənin öz fikrini daha yaxşı bilir, daha özünü haqlı bilir. Ona görə onun təklifini rədd edib, ancaq qrup lideriyəm deyə öz fikrimə uyğun olaraq təqdimatı hazırlamaq mənim yanlışa yol vermiş olaram. Getdi. Müzakirə apararaq hər iki yanaşmanı birləşdirməyə çalışaram. Fərqli üsullardan istifadəni təklif edərəm. Bəli, əgər mən düzgün qrup rəhbəriyəmsə, problem etmə bacarığı, problem həll etmə bacarığım varsa, mən həm onun fikrindən, həm öz fikrimdən bir ortaq nəticəyə gələrəm. Görürsünüz, hər iki yanaşmanı birləşdirməyə çalışaram. Yəni, iki fikrin ortaq bir xüsusiyyətini götürməliyəm ki, belə loru dildə desək, nə şiş yansın, nə kebab. Yəni, nə onun fikri olsun, nə mənim fikrim olsun. Ümumi bir nəticəyə gəlməliyik. Hər ikimizin də fikrini təsdiqləyən bir nəticəyə gəlməliyik. Doğru cavab B bəndi. Onun fikri mənimkindən zəif olduğu üçün komandanın digər üzvlərini onun təklifinə qarşı çıxmağa təşviq edərəm. Mən deyə bilmərəm axı, onun fikri mənim fikrimdən zəifdir, ya yaxud mənim fikrim onunkindən güclüdür. Çünki hərə öz fikrini güclü fikir sayır. Bu da yanlışdır, bu cür yanaşmaq. Onunla razılaşır və təqdimatı onun dediyi kimi hazırlayaram. Əgər təqdimatı onun dediyi kimi hazırlasan, axı sənin öz düşüncən kənarda qaldı. Bu da yanlışdır axı. Getdi. Məsələni müəllimə çatdıraram ki, düzgün yolu o seçsin. Bu sizin qrupun problemidir və bu problemi siz həll etməlisiniz. Yəni, bura müəllimi qatmaq olmaz. Doğru cavab 6-cı sualda B bəndi. Növbəti 7-ci suala baxaq. 7-ci sualda görək bizə nə deyir? 7-ci sualda qeyd olunur ki, müəllim şagirdləri qruplara bölüb, onlara real həyatdan götürülmüş bir problem təqdim edir. Real həyat problemi təqdim edir şagirdlərə. O hər qrupdan problemi fərqli baxış bucağından təhlil etməyi,
mümkün həll yolları irəli sürməyi, seçdikləri həllin üstünlüklərini əsaslandırmaq istəyir, əsaslandırır. Müəllim müzakirə zamanı şagirdlərə istiqamətləndirici suallar verir. Müxtəlif bacarıq səviyyəsində olan şagirdlərin prosesə cəlb olunmasına diqqət yetirir. Situasiyaya əsasən aşağıdakı hansı fikri doğru hesab etmək olar? Bu dərs zamanı şagirdlərin əsasən tənqidi və analitik təfəkkürünü formalaşır. Bəli, həqiqətən. Çünki əsaslandırmaq harda var idi? Öz fikrini əsaslandırırsansa tənqidi təfəkkürdə. 3 doğrudur, 1 doğrudur götürürük. Müəllimin davranışı fasilitasiya bacarığının mövcudluğunu göstərir. Bəli, deyir, müəllim müzakirə zamanı şagirdlərə istiqamətləndirici suallar verir. Fasilitator nə idi? Şagirdə istiqamət verir. Burada fasilitator bacarığı da var. Doğrudur. 2-ni də götürürük. Müxtəlif bacarıq səviyyəsində olan şagirdlərin prosesə cəlb edilməsi dərsdə inklüzivliyi tətbiqinə şərait yaradır, olduğunu göstərir. Bu da doğrudur. Çünki görürsünüz, deyir ki, müəllim şagirdləri qruplara bölür, real həyatdan götürülmüş bir problem təqdim edir. Hər qrupda problem fərqli baxış bucağından təhlil edir. Yəni, qrup işində hamının fəaliyyətini, deməli, fəaliyyətdə olmasını təmin edir. Bu da doğrudur. 1, 2, 3 doğru fikirdir. Doğru cavab B bəndi. 7-ci sualda. 8-ci suala baxırıq. 8-ci sualda nə deyir? 8-ci sualda müəllim şagirdlərə layihə tapşırığı verir və onlardan layihə prosesində məqsədi müəyyənləşdirmə, deməli, məqsədi müəyyənləşdirmə, planlama, fəaliyyətin izlənilməsi, zəruri düzəlişlərin aparılması və nəticənin qiymətləndirilməsi mərhələsində əməl etmələrini tapşırır. Yəni, gördünüz, müəllim nələr tapşırır? Buna diqqət edirik. Məqsədi müəyyənləşdirmək, planlaşdırma, fəaliyyətin izlənməsi, zəruri düzəlişlərin aparılması və nəticənin qiymətləndirilməsinə əməl etmələrini tapşırır. Bu gözləntini qoymaqda müəllimin əsas pedaqoji məqsədi nədir? Baxaq, indi görək, müəllimin pedaqoji məqsədi nədir? Şagirdlərin öyrənmə fəaliyyətini planlama, monitoring, refleksiya mərhələləri üzrə şuurlu şəkildə idarə etməsini təmin etməklə özünü tənzimləmə bacarığı formalaşdırmaq. Həqiqətən də doğrudur. Çünki görürsünüz, öz fəaliyyətini izləyir, planlayır, düzəlişlər edir. Bu həqiqətən də doğru fikirdir. Elə doğru cavab A bəndidir. Şagirdlərin layihə fəaliyyətini qarşılıqlı asıllıq və paylaşılmış məsuliyyət prinsipləri əsasında təşkil edərək əməkdaşlıq mədəniyyəti möhkəmləndirir. Layihə işində əməkdaşlıq ola bilər, çünki qrupla təşkil oluna bilər. Amma burada müəllimin məqsədi əməkdaşlıq deyil axı. Müəllim görürsünüz, məqsədi müəyyənləşdirmək, zəruri düzəlişlərin aparılması, qiymətləndirmək, bu cür bacarıqlar formalaşdırmağa çalışır. Əməkdaşlığı möhkəmləndirmək üçün bu fəaliyyəti verməyib, getdi. Şagirdlərin əvvəlki bilik və təcrübələrinin layihə prosesi zamanı yeni situasiyaya tətbiq etməsinə imkan yaratmaq. Bizim situasiyada belə bir şey yoxdur axı. Bizim situasiyada gördünüz ki, nələri formalaşdırmağa çalışır. C bəndi də getdi. Müəllim icra prosesində qarşılaşdıqları çətinliklərə uyğun olaraq strategiyalarının dəyişməsini təşviq etməklə adaptiv qərar vermə bacarıqlarını inkişaf etdirmək, adaptiv qərar vermə bacarığını inkişaf etdirməyə çalışmır. Planlaşdırma, məqsəd müəyyənləşdirmə, qiymətləndirmə bacarığı formalaşdırmağa çalışır. D bəndi də getdi. Y bəndinə baxırıq. Şagirdlərin fəaliyyət nəticələrini əvvəlcədən müəyyən olmuş meyarlarla müqayisə edərək əsaslandırılmış özünü qiymətləndirmə aparmaq bacarığını sistemli şəkildə formalaşdırmaq. Burada özünü qiymətləndirmə də formalaşdırmır. Yəni, biz situasiyada saydıq ki, nələri formalaşdırmağa çalışır. Ona görə sualın doğru cavabı neçənci sualdır? 8-ci sualda A bəndi olacaq. Növbəti 9-cu suala baxırıq. 9-cu sualda nə deyir? Mövzu üzrə qrup fəaliyyəti apararkən dərsə gecikmiş bir şagird sinifə daxil olur. Müəllim həmin şagirdi ayrıca istiqamətləndirir, ona fərqli tapşırıq təqdim edir və fəaliyyətin sonunda fərdi nəticəsini siniflə paylaşmasına şərait yaradır. Baxın, müəllimlər, bu sual MİQ-də istifadə olunmuşdu, bu cür suallar. Daha doğrusu, bu sual MİQ-də istifadə olunmuşdu. Yəni, bu zamanda müəllimlərin çoxu götürüb yazmışdı ki, bərabər imkanları təmin edir. Müəllim bu gecikmiş şagirdə də ayrı fəaliyyət verir. Əslində elə müəllimlər, burada bərabər imkanlar pozulub. Cavabları oxuyaq, mən bunun izahını verəcəm. A bəndində deyir ki, müəllimin yanaşması sinifdə inklüziv təlim mühitinin formalaşmasına xidmət edir. Burada inklüzivlik nə var ki, uşaq dərsə gecikib, digər uşaqlara bir tapşırıq verir, buna da bir fərdi tapşırıq verir. Getdi.
Müəllimin davranışı şagirdlər arasında əməkdaşlıq bacarığının inkişafını gücləndirir. Əslində əməkdaşlığı zəiflədir. Çünki müəllim gecikmiş şagirdə fərdi şəkildə iş verir. Bunda harda əməkdaşlıq bacarığı güclənəcək? Getdi. Müəllimin seçdiyi yol şagirdin təlim fəaliyyətinə inteqrasiyasını qismən məhdudlaşdırır. Bəli, bu doğru cavabdır. Çünki müəllim digərlərinə qrup işi verir. Onlar orada müzakirə aparır, əməkdaşlıq edir, problem həll edir. Buna fərdi verir. Bunun qismən, yəni bunu məhdudlaşdırır təlim fəaliyyətindən. Doğru cavab C bəndidir. Müəllim sinifdə davranışların idarə olunması üçün çevik strategiya tətbiq edir. Burada sinifin davranışı ilə bağlı bir problem təqdim olunmayıb, getdi. Müəllimin yanaşması bütün şagirdlər üçün eyni təlim imkanlarının yaradıldığını göstərir. Baxın, bayaq dediyim, eyni təlim imkanı yaradılmayıb. Bərabər imkan yaradılmayıb. Əslində bərabər imkan burada pozulub. Nəyə görə desəz, ona görə bir sinifdə qrup işi gedir, bir dənə bu şagird fərdi işləyir. Yəni bunun qeyd etdiyim kimi, bəlkə elə bu şəxslər arası intellektə malikdir. Bəlkə bu ekstravert şəxsiyyət tipinə malik uşaqdır. Heç bu fərdi işi sevmir, amma digərləri orada qrup müzakirələri aparır. Ona görə müəllim burada bərabər imkanı yaratmayıb. Eyni təlim imkanı yaratmayıb. Bu da getdi. Doğru cavab C bəndi. 10-cu suala baxırıq müəllimlər. Uyğunluğu müəyyən edin. Uyğunluq dediyi üçün biz ancaq doğru fikirləri seçəcəyik. Baxaq. Müəllim dərsdə real həyat vəziyyətinə uyğun rollar bölüşdürür. Şagirdlərdən situasiyanı canlandırmalarını tapşırır. Bu həqiqətən yəni bir fəaliyyətdir ki, müəllim şagirdlərə verib. Bu şagirddə formalaşan bacarıqlar hansı olacaq? Empatiya, qərar vermə və uyğun davranış seçmə bacarıqlarını formalaşdırır. Doğrudur. Çünki real həyatda problem verir, rolları bölüşdürür. Rollu oyun varsa burada empatiya da var. Bu doğrudur. Bu bacarıq formalaşacaqmı? Formalaşacaq. Biri götürürük. Müəllim mövzu ilə bağlı açıq suallar verir və şagirdlərdə fikirlərini əsaslandıraraq bildirmələrini istəyir. Baxın, açıq sual verəndə həri öz fikrini deyir və dediyin fikri də əsaslandırırsansa, bu səndə həqiqətən də tənqidi düşünmə, argumentasiya bacarığını inkişaf elətdirir. İkini də götürürük. Müəllim şagirdlərə mövzu üzrə qısa müddətli layihə tapşırır, nəticəni təqdim etməyə tapşırır. Şagirddə formun layihəni verir ki, araşdırın qısa müddətli və nəticəni təqdim edin. Deyir, akademik yazı bacarığı formalaşdıracaq. Bu nə bacarıqdır ay müəllimlər? Elə bacarıq olur akademik yazı. Getdi. 3 yanlışdır. 1-i 2-ni götürürük. 4-ə baxırıq. Müəllim mövzu ilə bağlı tapşırıqları qruplar arasında bölüşdürür. Necə? Qruplar arasında. Və hər qrupdan ortaq nəticə formalaşdırmağı tələb edir. Qrup işidir, bacarıq olaraq yazıb fərdi templə işləmə. Qrup işində necə fərdi templə işləmə olar ki? Getdi. 4 getdi. Heç axıra qədər oxumaya ehtiyac yoxdur. Müəllim dərsdə şagirdlərə fərdi tapşırıqlar verir və hər kəsin öz tempində işləməsinə şərait yaradır. Fərdi tapşırıq, hər kəs öz tempində işləyir. Əla. Bunun bacarığı nə olacaq? Özünü idarə etmə, fərdi məsuliyyət, diqqəti uzun müddət qoruma bacarıqları formalaşdıracaq. Həqiqətən də fərdi tapşırıqlarda bu bacarıqlar formalaşır. Bu da doğrudur. Deməli, bizim sualın doğru cavabı 1, 2, 5, A bəndi. Bugünkü sınaq izahı bu qədər müəllimlər. Bizim kanalımıza abunə olun. Növbəti 10 sualını da qısa müddətdə izahını çəkib YouTube kanalına yerləşdirəcəm.